Salam hamıza dostlar. Bu videoda Vivo X300 Pro adlı telefonu incələyirik və başlaya bilərik. Dostlar, ilk əvvəl dizaynla danışacağam. Ancaq siz bu telefonu almaq və əldə etmək istəyirsinizsə və yaxud maraqlanırsınızsa, bu video tam sizə görədir. Ona görə də izləmədə qalın. Dostlar, telefonun çərçivəsi olduqca həqiqətən incə və gözəl görünüşə sahibdir. Həmçinin arxada kameraları çox güclüdür. Yəni linzaları da olduqca əlverişli, şəkil çəkməyə çox gözəl bir linzaları mövcuddur dostlar. Yəni yəni burada flashin də öz yerinin çox daha fərqli olduğunu buradan görürük. Küncdən yerləşdirilib. Dostlar, telefonun yəni çərçivəsi görmüş olduğunuz üzrə metal çərçivədir və LTPO AMOLED bir ekran mövcuddur ön hissədə. Kameralarımız isə həqiqətən güclüdür. Birazdan o haqqda danışacağıq. Dostlar, telefon 5G-ni dəstəkləyir və həqiqətən biraz ağır telefondur. 226 qramlıq bir telefondur və 2025-ci ildə istehsal olunub və bu telefonun suya, toza, isti suya və təzyiqli suya, yəni dərində də yəni qorunması mövcuddur və bu telefonun yəni ən önəmli özəlliyi də dostlar, yəni kameralarının çox güclü olmasıdır. Həqiqətən yəni bu telefon alasınız, kameraları möhtəşəm olasıdır. Dostlar, telefonun ekranı LTPO AMOLED-dir və 120 Hz 2160 PWM dəyəridir. Çox yaxşıdır. Və 4500 nit maksimum parlaqlığa qədər çıxır. Burada yəni möhkəmləndirilmiş şüşə ilə qorunur bu ekran. Tam olaraq hansı model olduğu bilinmir. Android 16 ilə gələn telefonumuz OriginOS 6 arayüzündən işləyir və MediaTek Dimensity 9500 prosesorundan istifadə edərək çox yüksək performans sizə vəd eləyir və yəni çox güclü bir nüvələrdən istifadə olunub burada. C1 premium nüvələridir bu, bir də C1 Ultra'dır. Həqiqətən qüvvəlidirlər. 1 TB RAM, 16 GB, yox 1 TB yaddaş, 16 GB RAM-la gəlir maksimum olaraq telefon və bu telefonun 4.1 UFC standartı ilə gəldiyinə görə də SD kart dəstəkləmir. 50 megapiksellik kameramız var, f1.6 optik stabilizasiyalı və telefoto kameramız var, 200 megapiksellik. Çox güclü kameradır dostlar, həqiqətən. Baxmayın, yəni diafraqmasının olmağına çox güclü kameradır. Optik stabilizasiyanı dəstəkləyir təbii ki də bu və yəni Carl Zeiss adlı linzadan istifadə edir. Bu da çox gözəl və canlı rənglər deməkdir. 8K 30 FPS, 1080p 240 FPS və 4K 120 FPS-ə qədər video çəkə bilir bu telefon. Çox güclüdür. Ön kameramız 50 megapiksel f2.0 autofokusu dəstəkləyir və 4K 60 FPS, 1080p 60 FPS video çəkir. Cüt dinamiklərimiz mövcuddur dostlar. Wi-Fi falan filan cüt bandla dəstəklənir və təbii ki də burada Bluetooth-un son versiyası olan 5.4 mövcuddur və infraqırmızı portumuz və NFC-miz də mövcuddur. USB Type-C 3.2 OTG dəstəyimiz də var. Dostlar, telefonun bataryası 6510 mAh-dır. Bu qlobal versiyaya aiddir və 90 Watt-lıq zaryadkanı dəstəkləyir qlobalda. Və 40 wattlıqda isə yəni Avropa bazarlarında çıxmışdır. Bu da biraz bateriyanın ömrünü uzatmaq üçün eliblər. Deməli, Antutu benchmark halımız 298 mindir, 202 milyon 982 min, 875 və 11-ci versiyada 3 milyon 533 min 222-dir. Çox güclüdür. Həqiqətən telefonun qaldıra bilməyəcəyi bir oyun yoxdur. Sadəcə olaraq bu telefonun yəni oyun üçün istehsal deyil də daha çox gündəlik performans üçün istehsal olduğunu deyə bilərəm. Yəni bateriya, daha doğrusu prosesor soyutma sistemi burada çox da inkişaf etməyib. Ona görə də görmüş olduğunuz kimi throttlingimiz biraz çoxdur. İlk başlarda throttling 100% səviyyələrində performansın nisbətən 40%-lərdən biraz yuxarı, yəni 60%-ə qədər düşdüyünü görürük. Bu da çox aşağıdır. Yəni çox aşağı düşdüyünü göstərir. Bu da prosesorun biraz isindiyini bizə bildirir. Ancaq yenə də dostlar, telefon qəşəng telefondur. Bu telefonla yəni qəşəng şəkillər çəkə bilərsiniz. Heç nə dostlar, videodan bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.